Deməli, uşaqlar, burada nə deyilir? Deyilir ki, algoritm box xəminə A-nın ilkin qiyməti 22-dir. A-nın ilkin qiyməti 22-dir. Dövrün gövdəsinin, yəni buranın 7 dəfə icra olunması üçün Y'nin ilkin qiyməti ən az neçə olmalıdır? Burada deyir 7 dəfə sizdə icra olunsun. Dövrə düşəsiniz, gələsiniz, bura 2 əlavə edirsiniz. Deyir ki, bunun olunması üçün B'nin ilkin qiyməti neçə olmalıdır? B neçə olmalıdır? Deməli, uşaqlar, baxın. Nə vaxt yoxa getməlisiniz siz? Deməli, bura A 22-dirsə, B də olsun, tutalım ki 22. 22 22-dən böyükdürmü? Deyəcəksiniz, yox, gələcəksiniz, düşəcəksiniz şeyə, B'yə. Baxın, burada da bu gövdəni 7 dəfə biz deməli, yerinə yetirmək üçün buranı 7 dəfə yerinə yetirəcəyiz. Hər dəfə deməli 2 cəmlənəcək, hər dəfə 2 cəmlənəcək. 7-ni 2-yə vursaq neçə olur? 7 dəfə təkrarlanırsa olacaq 14. 22-dən 14 çıxsa neçə edir? Olacaq 8. Deməli, biz 8 ilə başlamışıq ki, dövrə düşdük. Deyəcək ki, A böyükdür B-dən. Deyəcəksiniz, hə, gəlib burada 2 əlavə edəcəksiniz. Olacaq, demək 8 ilə düşdünüzmü? Olacaq 10. Sonra yenə gələcəksiniz, 2 əlavə edəcəksiniz. Olacaq neçə? 12. Yenə 2, 14, yenə 2, 16, yenə 2, 18, yenə 2, 20, yenə 2. Olacaq bizdə 22. Deməli, olacaq bizdə 22. Dövrün gövdəsi 7 dəfə icra olmalı. Bax, 8 ilə düşdünüz, icra elədiniz 16. Təzədən bundan düşdünüz 2, 3, 4, 5, 6, 7. 22 alınıb, amma 22 gəlib burada deyəcək 22 böyükdür, 22-dən deyəcəksiniz, yox, düşə bilmirsiniz dövrə. Deməli, bizdə ilkin qiymət neçə olacaq? 8 olacaq.